Salam əziz tamaşaçılar. Bugün Uzar rayonunda gözəl bir ailənin, gözəl bir balanın qonağıyıq. Səyid balanın. Səyid balamızın nağarada dəfalətində ifası var. Yaxşı ifa eləməyi bacarır və bunun biz sədalarını eşitdiyimiz üçün bu günləri Səyid balamıza qonaq gəlmişik və onun çəkib YouTube kanalımızda və efirlərdə öz jurnalımızda təqdim edəcəyik və Səyid balanı bütün Azərbaycana tanıdacaq. Tək Uzar rayonunda deyil. Səyid, necəsən? Sağ olun, siz? Sağ ol, şükür Allah. Səyid, özün haqqında bir qısa məlumat ver. Mən Əlşəhər Səyid Cavidanoğlu. Uzar şəhər 2 nömrəli Tamamorta məktəbində oxuyuram. Neçənci ildə anadan olmuşsan? 2011-ci il yanvarın 14-ündə. Neçə yaşındasan? 14. Musiqi məktəbinə gedirsən? Bəli. Neçənci sinifində oxuyursan? 4-cü sinif. Bəs orta məktəbin neçənci sinifindəsən? 8-ci sinif. 8-ci hansı məktəbdə oxuyursan? Uzar şəhər 2 nömrəli Tamamorta məktəbi. Musiqiyə maraq nə vaxtdan yarandı səndə? 5-ci sinifdə oxuyurdum. Musiqiyə nədən dəfalətində? Uşaqlıqdan məndə vardı. Başqa alətlərdə ifa eləməyə bacarırsan? Xeyr. Yalnız dəfalətində. Müəllimlərin sənə razıdır, yəni musiqi sahəsi. Orta təhsilin necədir? Normal. Yəni yaxşı oxuyursan, yoxsa orta oxuyursan? Orta. Orta. İnşallah ki, səsin zirvələrdən gəlsin. Bu sahədə sənə dəstək olan müəllimlərə nə sözün var? Müəllimlərə təşəkkür minnətdarlıq Təşəkkür verirəm. edirəm, sağ olsun. Müəllimlərimin adını çəkə bilərsən, yəni müəllimlərini də sonra görəndə sevinsinlər ki, şagirdləri ən azından onlara təşəkkür edir. Hüseyin Överman, Nara müəllimimdir. Orta məktəb müəllimlərinin hansı fənləri sevirsən, hansı müəllimlərə təşəkkür edirsən? Ən çox ingilis dilini başlayıram. Müəllimlərə təşəkkür edirəm, hamısına. Allah kimlərin olsun. Yaxşı, öz dostlarla, tanışlarla nə məsləhət edərdin? Onlara yaxşı Dərslərində uğurlar arzulayardım. uğurlar arzulayıram. Öz məqsədləri üçün irəliyə getməklərini arzulayardın yəqin ki. İdealın kimdir Səyid? Yəni bu sənətdə idealın kimdir? Nağara sənətində. Yəni dəf nağara sənətində. Yəni tanımışlardan bizdən var nağara, dəf çalana. Yəni onların hansına baxıb örnək götürmüşsən ki, sən də nağaranı dəf çalasan? Natiq götürmüşsən. Əziz tamaşaçılarımız, bu günləri Səyid balamız biraz çəkingəndir. Ona görə biraz nənəsindən də danışaq. Nənəmizin simasından nur yağır. Maşallah olsun, Allah ömür versin, can sağlığı versin. Hə nənəmiz, nəvənizə nə arzu eləyərdiniz? Uğurlar. Yaxşı olsun, yaxşı olsun. Səyid necə nəvədir? Tanınmış, yaxşı, sakin, ağıllı. Çox yaxşı. Sizi yəqin ki, çox sevir. Çox sevirsən Səyid nənəni? Allah ömür versin. Çox sağ olun. Sizin tanrınızı sağ eləsin, köməyiniz olsun, gəlib çəkirsiniz. Cümləniz inşallah. Yaxşı bir yerdən çoraqları gəlsin, sizin də başınızı çalışırsınız. İnşallah, inşallah. Biz də çalışacağıq ki, Səyidin səsi uzalardan gəlsin. Azərbaycanın ən azından daxilində olsun, Ucar rayonunda, tək Ucarda deyil, ən azından Azərbaycan daxilində olsun. Yəni, zaten YouTube kanalını bütün dünyadan izləyirlər. YouTube kanalına, televiziyamız bütün dünyada, dünyanın çox bir ölkəsində izlənilir. İnşallah ki, hər bir yerdə tanınmış olacaqsan Səyid. Hörmətli tamaşaçılarımız, bugün də yenidən bir ailənin, bir ocağın qonağı olduq. Bir tanınmış, bir şagirdin qonağı olduq və inşallah ki, o dünyanın tanınmış ritm ustalarından biri olar. Və sonunda mən istəyərdim ki, Səyidin ifasında, nağarada, dəf alətində, daha doğrusu zərb alətində bir ifa dinləyərik və bununla da yekunlaşdırmış olarıq. İnşallah gələn görüşlərə qədər